Özbekistan Əlişir Nəvai adına Dövlət Universitetinin fəxri professoru, Türkiyə 10 medalı mükafatçısı, sahibkar, Yunan Hospitalının sahibəsi Şairə xanım Qurama Muradovaya. Əziz ziyalılar, dəyərli əsnaf müəllimlər. Sizin hər birinizi uca və mərhəmətli Allahın adı ilə salamlayıram. Mənim üçün siz sadəcə bir ziyalı, bir alim deyilsiniz. Siz 85 il boyu hər kəlməsi ilə ləyaqət, hər addımı ilə şərəf dərsi keçən, sarsılmaz prinsiplər olan canlı bir məktəbsiniz. Maşdağanın o qədim və bərəkətli ziyalı ocağından, Abşeronun sarsılmaz mənəvi iqlimindən aldığınız o iki tərbiyə sizin bütün ömür yolunuzu sönməz kompasına çevirirdi. Siz Azərbaycan xanımının o məğrur xarakterini şərq elminin incəliyi ilə öz şəxsiyyətinizdə elə bir məharətlə birləşdirmişsiniz ki, bugün Bakı Dövlət Universiteti dəhlizlərində sizin addım səsləriniz təkcə bir professor deyil, bir elm fədaisinin əks sədası kimi eşidilir. Əzizim Əsmət xanım müəllimə, sizin 85 illik şərəfli ömrünüz tənbəz bir örnəkdir. Siz ömrü rəqəmlərlə deyil, yetişdirdiyiniz kadrlarla Azərbaycan şərqşünaslığına vurduğunuz möhrlə və qoyub saxladığınız uca adınızla ucaqdınız. Varlığınız bu millət üçün bərəkət, sözünüz hidayət, yolunuz isə həmişə bizlərə örnək olsun. Tanrı sizi və o nurlu qəlbinizi hifz eləsin. 85 il ömrün hər il dastan oldu. Sən şərafət mülkünə nurlu can sultan oldun. Zərrə-zərrə can qoyub ruh verdin bu torpağa, ağaran hər telinə insanlar heyran oldu. Sanmayın asan keçib bu ağır yorğun illər, sən şərəflə qorudun izzəti, müdürlük əllər. Maşdağadan günəş tək doğdun el aləminə, səndən ədəb öyrəndi hər gələn gənc nəsillər. Ləyaqət heykəlisən, sən də qoşadır şərəf, ömür yolundan keçər çox müqəddəs bir hədəf. 85 il dəryadır, sanki dibi görünməz, o dəryada bərk vuran sən parlaq bir sədəf. Ey ilahi hifz elə, sən şərafət mülkünü, uzaq tut qəm-kədərdən bu ləyaqət mülkünü. Ömrünə dastan yazan yorğun qəlbə qüvvət ver, nura qəlbi daim sən bu mübarək gününü. Var ol, ey müdrik xanım, ey ləyaqət abidəsi, sən tək xanımla yaşar ədər ərkanın səsi. Tanrı bəxş etsin ömür, nurlu sabahlar sənə, tarix yazsın adını o şərəf zirvəsinə.